Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məştağımız onunla yolunda Lidl marketin arxasında 2 sot yan torpaq sahəsinin üzərində evin torpağının çıxarışı var. Həm ipotekaya yararlıdır, həm tam qeydiyyata düşmək olur. Yerdən 9-10 daş güzlü, həyət evimiz çıxacaqsa modelin evlərdir. Bir zal, 3 yataq, 1 mətbəx, 1 sanuzeldən ibarət. İnşallah həyətin təqdimatını edirik, sonra evin içərisinə keçid edəcəyik. Zəncir çatdıraq daşı döşənilib, Podval hissəsi var. Həyətdə sol tərəfdə az da olsa birləşmək üçün yeri var və əlavə bir yay mətbəxi kimi də demək olar. Və belə bir yer düzəldilib. Sadəcə olaraq pəncərə hissəsi qalıb. İkinci hissəsi gələcəkdə alarsa Allah xeyrini versin. Özü düzəldə bilər. Və evin sağ tərəfinə rahat bir şəkildə keçidi var və qabağında teras hissəsi var. İnşallah giriş hissəsini də sizlərə təqdim edəcəyik. Əlavə həyətdə də sanuzeli var. Bir giriş hissəsini sizlərə göstərək. Və sonra bu yay mətbəxi nəzərdə tutulmuş hissəni bir şəkildə sizlərə göstərək və başlayaq evin içərisini göstərməyə. Geniş belə bir yay mətbəxi var. Yəni kim istəsə qeyd etdiyim kimi pəncərə düzəlsə, qoysa lap gözəl olar və sanuzeli də var bu. Və qalxırıq evin içərisinin keçidini təqdim edəyəm və evin də arxasına fikir verin, rahat bir şəkildə keçid var. Və qalxaq evin içərisini təqdim edək. Teras hissəsini görsün. Buradan da terasdır. Yəni mətbəxdən giriş və çıxış üçün nəzərdə tutulur. Buradan eynən təkrardan göstərin, zəhmət olmasa. Və onu da nəzərinizə çatdıraq. Gəlin buradan da göstərək. Qiymət ilkin olaraq 95.000 manatdır. Reallıq olarsa endirim olunacaq və marşruta da yaxındır. Və keçid edirik evin içərisinə inşallah. Və evin içəri hissəsini sizlərə təqdim edəcək. Koridordur. Nəzərinizə çatdıraq ki, istilik kombidir. Və başlayaq zal hissəsini təqdim edək. Sonra keçək digər otaqların təqdimatına. Həqiqətən də gözəldir və möhtəşəmdir. Mən biraz xoşlamıram tərif etməyi. Çünki nə varsa göz qabağındadır. Fikir verin. Və keçək digər otaqlar. 3 yataq otağını sizlərə təqdim edək. Böyükdəki otağı biz sizə də təqdim edək. Bir yataq otağıdır. Və keçək digər yataq otaqlarımızı sizə təqdim edək.